Azərbaycanın ən kasıb və ən varlı rayonları ilə bağlı videolarımdan sonra istəyirəm ki, ən gözəl kəndlərimizi təqdim edim. Ölkəmizdə bəzi yerlər var ki, turizm baxımından çox inkişaf edib. Bəzi gözəl kəndlərimiz isə mənzərəli, möhtəşəm təbiəti ilə seçilsələr də, turizm baxımından heç inkişaf edilməyib, baxılmayıb. Sanki unudulub. Çox adam heç tanımır belə. Yerin Bulağı kanalı Azərbaycanın ən gözəl, gəzməli, görməli, turistik 15 kəndini təqdim edir. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. 1. İlusu kəndi, Qax rayonu. Kənd yaşayış məskəni kimi 13-cü əsrdə yaranıb. Yaşayış məntəqəsi buradakı İlusu bulaqlarının adı ilə adlandırılıb. Toponim Qıpçaq sözü olan ili, isti və su sözlərindən düzəlib. İsti su deməkdir. Türk dillərində İlusu həm də yel suyu mənasındadır. Rayon mərkəzindən 12 km aralı, dəniz səviyyəsindən 1585 metr yüksəklikdə yerləşir. Kəndin şöhrəti bir sıra amillərlə bağlıdır. Füsunkar təbiətə malik olması, kənd əhalisinin qədim türk Oğuz dialektinə məxsus olması, 300 ilə yaxın bir dövrə əhatə edən İlisu Sultanlığının mərkəzi olması. 2. Pirqulu kəndi, Şamaxı. Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. Şamaxıda ən gözəl yer sayılır. Pirqulu böyük turizm zonasıdır. Şamaxı Astrofizika rəsədxanası əməkdaşlarının yaşaması üçün salınıb. Yayda turistlərin getməsi, qalması üçün hər cür şərait var. 3. Sım kəndi, Astara. Coğrafi adın tərkibindəki sım sözü Talış dilində sıldırım, hündür mənasındadır. Sım kəndi qayalıqda yerləşən kənd mənasındadır. Təngərüd çayın sahilində yerləşən kənd şəfalı bulaqları və bol sulu şəlalələri ilə məşhurdur. Əhalisi təqribi 600 nəfərdir. Astarada turistlərin ən çox getdiyi yerlərdən biridir. Sım kəndi yolu üzərində yerləşən su anbarında mükəmməl gözəlliyə malik mənzərənin seyrinə çıxa bilərsiniz. Sım kəndində digər maraqlı məkanlardan biri də Ağ Körpüdür. 4. Hacıkənd, Gəncə. Gəncə şəhər inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Ərazisi 107 hektar, əhalisi 489 nəfərdir. Qəsəbə dağətəyi ərazidə, meşə içərisində iqlim kurortudur. Yaşayış məntəqəsi 1870-ci ildə Hacı Mirqasım və onun qardaşlarının malikanəsi əsasında salınıb. Oykonum Hacının kəndi, Hacının mülkü deməkdir. 5. Kiş kəndi. Kiş kəndi Azərbaycanın şimal-qərb zonasında yerləşən Şəki coğrafi rayonunun qədim kəndlərindən biridir. Kiş kəndi Şəki şəhərindən 5 km uzaqlıqda yerləşir. 7100 nəfər əhalisi olan kəndin ərazisi turizm üçün əlverişlidir. Kiş çayının sahilində, dağətəyi ərazidədir. Qədim yaşayış məntəqələrindəndir. Alman tarixçisi Moses Kalankatlının Alban tarixi əsərində adı Kis kimi çəkilir. 6. Laza, Qusar. Laza və ya Ləzə. Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242 metr hündürlükdə yerləşən Şah dağ yüksəkliyinin Şah Yaylaq dağının ətəyində yerləşir. Kəndi gözəl mənzərə əhatə edir. Qayalıqlardan çoxlu şəlalələr axır. Əhalisi təqribən 200 nəfərə yaxındır. 4 illik ibtidai təhsil məktəbi var. 7. Ağbulaq, Şahbuzlu. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. 2003-cü ildə əvvəlki adı dəyişdirilərək Ağbulaq olub. Əhalisi təqribi 600 nəfərdir. Bu kənd səfalı təbiəti, gözəl istirahət mərkəzləri ilə seçilir. 8. Xanbulan, Lənkəran. Oykonum ərazidəki eyni adlı çayın adından yaranıb. Əhalisi təqribən 1600 nəfərdir. Xanbulan gölü Lənkəran rayonunun incilərindən sayılır. Göl Lənkəranın eyni adlı kəndində yerləşir. Ərazisi meşəliklə əhatə olunub və burada istirahət mərkəzləri fəaliyyət göstərir. Ən dərin nöqtəsi 75 metrdir. Gölün uzunluğu 5 kilometrə yaxın, eni isə 2 kilometrdən çoxdur. 9. Lahıc, İsmayıllı. Azərbaycanda ən çox uzunömürlü əhali sakinin yaşadığı ərazilərdən biri kimi də məşhurlaşıb. Lahıc 17-19-cu əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıkları məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyə və digər yerlərdə tanınıb. 1980-ci ildən muzey qoruğa çevrilmiş Lahıcda həmin illərdə yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya, Girdiman qalası qayğı ilə qorunur. Sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. 10. Qırız, Quba. Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qırız kəndində hazırda 30-40 ev var. Kəndin əhalisi 368 nəfərdir. Yerli əhalinin bildirdiyinə görə vaxtilə burada 777 ev olub və 8000-ə yaxın əhali yaşayıb. Lakin onlar bir sıra amillərin təsiri altına miqrasiya ediblər. Yazılı mənbələrdə Qırız toponiminə ilk dəfə 10-cu əsrdə rast gəlinir. 18-ci əsrdə Qırız Şeyx Əli xanın Rusiya imperiyasına qarşı apardığı mübarizədə onun mərkəzi iqamətgahı olub.
Kəndin ərazisində bir qədim dağılmış məscid var. Məscid Əbu Müslimin adını daşıyır. Eyni adlı məsciddən yaxınlıqdakı Xınalıq və Cek kəndlərində də var. 11. Nova İvanovka, Gədəbəy. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi 1850-ci ildə qonşu Nova Saratovka kəndindən ayrılaraq burada yurt salmış İvanovun adını daşıyır. Kənddə 4-cü əsrdə tikilmiş 1600 il yaşı olan Ağkilsə adında tikili mövcuddur. Ağkilsə Gədəbəy rayonunun ən qədim tarixi abidəsi hesab olunur. Nova İvanovka Gədəbəydə sonuncu sərhəd kənddir. Burada Rus mədəniyyət mərkəzi yerləşir. Nova İvanovka kəndi Gədəbəy rayonunda əsasən Malakanların yaşadığı 3 kənddən biridir. Kəndin ən hündür yeri dəniz səviyyəsindən 1606 metr hündürlükdə yerləşir. 12. İstisu, Masallı. Masallı rayonunda yerləşir. Masallı şəhərindən 13 km aralıda dəniz səviyyəsindən 1600 metr yüksəklikdə qərar tutmuş Dəmbəlov dağının döşündə Viləş çayının sahilində yerləşir. Qədim dövrlərdən yerli sakinlər bu sudan müalicə kimi istifadə ediblər. 13. Xoşbulaq Daşkəsən. Kənd Qoşqar çayının sahilində Şaxt Dağ silsiləsinin ətəyində rayon mərkəzindən təqribən 7 km məsafədə yerləşir. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Yaylaq mövsümündə xoşbulaqlar evlərini kirayə verməklə gələn qonaqlara qatıq, pendir, təndir çörəyi satmaqla gəlir əldə edirlər. Bura Qərb bölgəsinin sakinlərinin ən çox üz tutduğu məkandır. Kənd ərazisindən Daşkəsən, Xoşbulaq magistral təbii qaz xətti keçir. Kəndə 1967-ci ildə sel gəlib və çoxlu insan tələfatı olub. 14. Katex Balakən. 17-ci əsrdə Cənubi Dağıstandan gəlmiş avarların Katex adlanan yerdə məskunlaşması nəticəsində yaranıb. Ərazi adını buradan axan Katex çayının adından alıb. Katex çayı sahilində Alazan Əyrisay çöçəkliyindədir. Kənddə soyuducu anbar kompleksi var. Kənddə Katex qalası da yerləşir. 15. Nabran, Xaçmaz. Nabran Azərbaycanın Xaçmaz rayonunda Rusiya-Azərbaycan sərhədinin yaxınlığında yerləşən məşhur kurort və istirahət mərkəzidir. Əhalisi 1313 nəfərdir. İstirahət mərkəzi Nabran, Dalğalı, Turist, Meşəli, Günəşli, Samurçay və Şimal kəndlərindən ibarətdir. Nabran Xaçmaz rayonunun ən böyük istirahət mərkəzidir. Azərbaycanın paytaxtı Bakıdan 3 saatlıq məsafədə yerləşən Nabran Xəzər dənizi sahilinə subtropik meşələrlə əhatələnir. Nabran bir neçə kilometr ərazini əhatə edən yaşayış qəsəbəsidir. Evlər, otellər, əyləncə obyektləri və restoranlar istirahət mərkəzinin sol tərəfində, 30 kilometrlik sahil boyunca uzanan çimərlik isə yolun sağ tərəfindədir. Nabran qəsəbəsi Xəzər dənizi sahilində Xudaş şəhərinin yaxınlığında yerləşir. Başqa hansı kəndləri bu siyahıya əlavə edə bilərik? Mən gördüklərimi, gəzdiklərimi qeyd etdim. Siz də hərə bir kənd adı qeyd etsin, tanıyaq və tanıdaq. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.